Zərifliklə gücün vəhdəti, Şərqin balet zirvəsi. Azərbaycan balet sənətinin banisi, Seri xalq artisti Qəmər Almazadənin anadan olmasının 111-ci il dönümü Bakı Xoreografiya Akademiyasında xüsusi bir ehtiramla qeyd olundu. Görkəmli sənətkarın əziz xatirəsinə həsr olunan Primanın İrsi sənədli film konsertinin təqdimatı balet sevərləri bir araya gətirdi. Əməkdar artist Samir Səmədovun müəllifi olduğu bu layihə sadəcə bir xatirə yox, həm də Milli Rəqs Məktəbinin şanlı tarixinə bir pəncərə oldu. 20-ci illərin ortalarında gələcək balerinanın səhnəyə qədəm basmağı Delibin Poppeya tamaşasında baş tutdu. Bakı Xoreografiya Akademiyasının akt zalı balet tariximizin ən parlaq səhifələrini canlandırırdı. Şərqin ilk balerinası Qəmər Almazadənin 111 illik yubileyi münasibəti ilə ərsəyə gələn Primanın İrsi sənədli filmi böyük sənətkarın zəngin yaradıcılıq yoluna işıq saldı. 10 mart tarixində baş tutan bu təqdimat həm də Qəmər xanımın yetişdirdiyi saysız hesabsız balet ulduzlarının öz ustadlarına vəfa borcu idi. Layihənin müəllifi əməkdar artist Samir Səmədovdur. Film konsert vasitəsilə tamaşaçılar görkəmli balerinanın səhnədə yaratdığı unudulmaz obrazlarla, onun pedaqoji fəaliyyəti və Azərbaycan Balet Məktəbinin formalaşmasındakı müstəsna rolu ilə daha yaxından tanış oldular. Ekran işində Qəmər Almazadənin klassik balet ənənələrini milli rəqs elementləri ilə necə ustalıqla sintez etdiyi bir daha nümayiş olundu. Tədbirdə vurğulandı ki, Qəmər Almazadə həm də bir məktəb yaradan sənətkardır. Bugün Bakı Xoreografiya Akademiyasının divarları arasında onun qoyduğu sənət ənənələri yeni nəsil rəqqaslar tərəfindən böyük sevgi ilə davam etdirilir. Sənədli filmdə ustadın dərslərindən arxiv kadrları və onun davamçılarının uğurları bu mirasın nə qədər canlı olduğunun sübutudur. Qəmər xanım Almazadə ilk balerina, ilk baletmeister və mən fəxr edirəm ki, mən onun tələbəsiyəm. Biz fəxr edirik ki, biz onun davamçısıyıq. Xoreografiya sənətində qoyduğu təməli biz uğurla davam etdiririk. Nə qədər ki, Azərbaycan xoreografiya sənəti varsa, Qəmər xanımın adı yaşayacaq. Qəmər Almazadə yalnız istedadlı balerina deyil, həm də Milli Xoreografiya Məktəbinin qurucularından biridir. Pedaqoq və təşkilatçı kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoymuş sənətkardır. 1928-29-cu illərdə Bakı Xoreografiya Məktəbi yarananda Qəmər xanım bir çox saraylarda, klublarda, məktəblərdə Azərbaycan milli rəqsində inkişafını yaratmaq üçün dərnəklər açmışdı. Və o dərnəklərdən həvəslənərək peşəkar səviyyəli ansambllar yarandı və ansambllarda həmin o sənətkarlardan bir çoxu orada çalışdılar və olduqca tanınmış bir insanlar oldular. Məsələn, Əlbaba Abdullayev, Əminə Dilbazi kimi rəqqasələr, rəqqaslar bir çox həmin ansambllarda, mahnı və rəqs ansamblında inkişaf etmişdilər. Primanın İrsi sənədli filmi bir daha təsdiq etdi ki, əsl sənətkarın ömrü onun yaratdığı incilərdə və yetişdirdiyi tələbələrdə sonsuzluğa qədər yaşayır. Qəmər Almazadənin adı Azərbaycan mədəniyyət tarixində həmişə o uca zirvədə Prima olaraq qalacaq.